Masallı rayon Nərkivan qəsəbəsində şəhid Mahir Binyatovun adını daşıyan küçənin sakinləri illərdir davam edən baxımsızlıqdan və məsuliyyətsizlikdən narazılıq edirlər. Sakinlərin sözlərinə görə uzun illərin ardından küçənin yalnız bir hissəsinə asfalt örtüyü döşənib. Qalan hissə isə heç bir əsas olmadan yarımçıq qalıb. Onlar bildirirlər ki, məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də nəticə əldə etməyiblər. Bizim küçəmiz şəhid küçəsidir. Bizim küçənin arxası bir də əvvəl hissələrini asfaltlayıblar. Cəmi 100 metrə küçənin arasında məsafə qalıb. Baxırsan küçədəki keçməli döyüş, çolaqqalar, nə bilim sular, zətlər hamısı qalır. Bu heç bizim şəhidimizə yaraşan bir küçə deyil. Sakinlər deyir ki, yağış yağanda küçədə palçıq və çirkab sularından keçmək olmur. Şəhidin adını daşıyan küçəyə bu münasibət bizi çox incidir. Bu vəziyyət şəhid xatirəsinə hörmətsizlikdir və məsul qurumlar tərəfindən təcili şəkildə aradan qaldırılmalıdır. Bu küçədə şəhidlərimiz var. Bu küçənin gərək bu şəhidlərin adına görə bir layiqli düzəliş olar. Küçədən səndən 100 metrə var ya yoxdur, yarısını vurublar, yarısı da qalıb. Hörmətli prezidentdən xahiş edirəm, bizim küçə şəhid küçəsidir. Heyf o şəhiddən ki, bu küçə pis gündədir. 100 metrə yolu asfalt eləmirlər. Sizdən xahiş edirik ki, Araz müəllim sağ olsun, Allah onun canını salamat eləsin. Belə işlərə yaxşı baxır. Bir dənə bizim bu küçəyə də əncam çəksin. Qeyd edək ki, Nərkivan qəsəbəsində 19 şəhidin xatirəsinə küçələr adlandırılıb. Lakin həmin küçələrdən yalnız 7-sinə asfalt örtüyü salınıb, digərləri isə illərdir baxımsız vəziyyətdə qalır. Sakinlər aidiyyəti dövlət qurumlarını bu məsələ ilə ciddi şəkildə maraqlanmağa, şəhid Mahir Binyatovun adını daşıyan küçədə yarımçıq qalan işlərin tam şəkildə yekunlaşdırılmasına çağırırlar. Xahiş edirik icra hakimiyyətindən bizə dəstək olsun bu yollarda. Bu evlərdə, hər evdə xəstəmiz var. Maşınlar gəlib gedə bilmir. Bizə dəstək olsun ki, bu 100 metrəni həll eləyək.